Salam, hörmətli izləyicilər. Öd daşı xəstəliyi ilə laparoskopik xolestetomiyya əməliyyatı olunmuş xəstələr əməliyyat sonrası nələrə diqqət etməlidir? Əməliyyat sonrasında xəstələr mümkün olan ən erkən vaxtda aktivləşdirilir, yeridilir, hərəkət etdirilir. Xəstənin diqqət etməli olduğu vacib məqamlardan biri də diyetası, yəni pəhləzdir. Xəstə 3 həftə qədər yaxşı olar ki, yağlı qidalardan uzaq dursun. 3 həftədən sonra isə orqanizmi mərhələli şəkildə alışdıraraq yağlı qidalara başlaya bilər. Bununla yanaşı, öd daşı xəstəliyi sonrasında xəstə yaxşı olar ki, qidalarını günün müəyyən vaxtlarında həmişə eyni vaxtda qəbul etsin. Belə olduğu halda orqanizmin bioloji ritmi öd ifrazına hazırlaşır. Biz öd kisəsini xaric etdiyimiz üçün fərqli vaxtlarda yediyimiz qidalar bəzən öd ifrazını düzgün şəkildə tənzimləmir və bu əlavə kök, geyirmə, dispeptik şikayətlərə çıxara bilər. Bu qədər. Sağlamlığınızın qeydinə qalın.